təqvalılar haqqında danışır. Buyurur ki, yumsi və həmmuhu şükür. Buyurur ki, gününü keçirdir. Onun üçün gün ərzində ən əhəmiyyətli məsələ şükürdür. Deməli, biz şükürdən danışırıq. Yumsi və həmmuhu şükür. Gecəni, gündüzü gecə eləyir, yəni gününü keçirdir. Bir halda ki, bunun əsas dərdi, səri, himməti, bunun üçün ən əhəmiyyətli məsələ şükürdür. Yəni şükür içində yaşayır. Şükür onun üçün ən önəmli şeydir. Şükür nədir? Şükür həmin fəzilətdir ki, Allah Quranda buyurur ki, və qalilun min ibadiyyəş şəkur. Sizdən az bir bəndələrimin az qismi şükür eləyəndir. Açıq-aşkar Allah statistik belə bil ki, məlumat verir bizə Quranda. Şükür eləyənlərin sayı çox azdır bəndələrimin içində. Bəndələrimin çoxu şükür eləmir, çoxu naşükürdür. Az insana şükür halında yaşamaq qismət olur. Həmin fəzilətli şükür ki, şeytan deyir, mən çalışacağım, bəndələrdə bu olmasın. Bu olmasa işim düzəlib. Şeytan deyir Allaha ki, mən elə bir iş görəcəm ki, bəndələr sənə təşəkkür eləməsin. Sənə təşəkkür etməsinlər. Şeytan azdırır adamı deyir. Azdırmağın bir mənası da budur. Şeytan bu şəkildə azdırır. Yəni naşükür edir insanları. Şeytan deyir, elə bir iş görəcəm ki, onlar sənə şükür etməsinlər. Bunu da eləsəm, özləri bədbəxt olacaq. Əlavə enerji sərf eləməyə ehtiyac yoxdur. 100 dənə günah gətirəcək, 100 dənə bəla gətirəcək, 100 dənə bədbəxtlik gətirəcək. Bu naşükürlük xüsusiyyəti. Şeytan zirən edib, bilirsiniz, doğrudan da elədir ya, yəni planlı iş görür. Səmərəli iş hansıdır? Az enerji sərf edib, çox nəticə əldə edir. Bu da o açar mövzuları bilir, hansından yapışsın ki, onu eləyəndə 100 dənə eyb dalıca gəlir. Bir var 100 dənə günaha salasan adam, bir dəfə bir iş görəsən ki, elə onu eləsən 100 dənə günah dalıca gələcək. Şeytan da deyim, mən bunun açarını bilirəm, bunları naşükür edəcəm və naşükürlüyü bədbəxt eləyəcək. Çox da bunlara zəhmət çəkməyə lazım olmayacaq, bunları azdırmaq üçün. Bunun səninlə arası düzəlməyəcək bu insanın. Nə qədər ki, bu naşükürdür, Allahla bəndənin arası düzəlməyəcək, onda şükür xüsusiyyəti olmasa. İnsan Allahla arasını düzəldənməyəcək və narahat yaşayacaq. Xoş yaşayamayacaq. Sağlam yaşayamayacaq. Şükür elə bir şeydir ki, bayaq dediyim kimi, ona sahib olan kimi dərhal ləzzət gəlir insana. İnsan yaşamaq istəyir. Yaşamaq istəyir o mənada yox ki, ölmək istəmir. Yaşamaq istəyir o mənada ki, həyatın, həm dünya həyatını, həm axirət həyatını sevməyə başlayır, dəyərləndirməyə başlayır. Bizim bütün əzab əziyyətimiz naşükürlükdəndir. Bütün əzab əziyyətlərimiz.